Yəqin eşitmisiniz. Bədənin hər hansı bir nahiyəsinə mismar, xüsusən də paslı mismar batanda böyüklər peyvənd vurdurmağı tövsiyə edirlər. Yaxşı, bəs bu nəç peyvənddir? Ancaq yaranı təmizləyib bağlasaq bəs etmir? Peyvənd nəyə lazımdır ki? Yaxın gəlin, izah edim. Məsələ burasındadır ki, tetanoz adlı bir bakterioloji infeksiya var ki, vaxtında müdaxilə edilməsə ağır nəticələri ola bilər. Xəstəliyi törədən birbaşa bakteriya yox, onun yaydığı zəhər yaxud toksindir. Belə ki, bu toksin birbaşa sinir sisteminə zərər verdiyi üçün olduqca ağrılı və təhlükəlidir. Hətta vaxtında və düzgün aparılmayan müalicə ölümlə nəticələnə bilir. Belə ki, əzələlərin qeyri-iradə bükülməsi, yığılması, omurğanın sınması ilə nəticələnə, əlavə olaraq tənəffüs əzələlərinin qeyri-iradə yığılması tənəffüs çatışmazlığı ilə nəticələnə bilər. Yaxşı, bəs mövzunun paslı mismarla nə əlaqəsi var? İzah edim. Məsələ budur ki, pas birbaşa bakteriya mənbəyi deyil, amma o bakterioloji mühit üçün əlverişli şərait yaradır. Necə ki, soyuğun birbaşa qripə səbəb olmadığı kimi. Yəni pas risk amilini artırır. Amma mismar paslı olmasa belə yenə ehtiyatınızı görün. Çünki mismarın üzərində gözlə görə bilmədiyimiz ölçüdə, yəni mikro ölçülü toz qatı, dolayısıyla bakteriyalar ola bilər. Xülasə, elmlə qalın, elmli qalın.